Üç ölkədə İranın bayrağı indirilib. İranın Kambera şəhərindəki səfirliyində İslam Respublikası bayrağı aşağı indirilərək yerində şir və günəş bayrağı qaldırılıb. Təbii ki, istinad edirəm Telegrafa. Telegraf xəbər verir. Bundan əvvəl İranın Norveç və Böyük Britaniyadakı səfirliyində də İslam Respublikasının bayrağı indirilib. İran Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar Böyük Britaniya səfirini çağırıb. İranın sonuncu səfirinin oğlu Rıza Pəhləvi bundan əvvəl xaricdə yaşayan İranlılarla ünvanladığı mesajında bildirmişdi. Təbii ki, İranlılara. İran xaricindəki bütün səfirlik və konsulluqlar İran xalqına aiddir. Artıq İslam Respublikasının utanverici bayrağının yerində İranın milli bayrağının qaldırılmasının vaxtıdır. Üzərində şir və günəş təsviri olan bayraq Pəhləvi ailəsinin İranda hakimiyyətdə olduğu dönəmə aiddir. Bəli, xatırladıram və qeyd edirəm ki, üzərində şir və günəş təsviri olan bayraq Pəhləvi ailəsinin İranda hakimiyyətdə olduğu dönəmə aiddir və artıq bir neçə ölkədə üzərində şir və günəş olan bayraqlar həmin bayraqların yerində asılıb.